Salam dəyərli izləyicilər. Növbəti əlişimlə sizləri tanış edirəm. Bu Herati xoruzunun qəfəsidir. Xoruz qəfəsi. Ölçüləri 75-in 75-ə. Ayaq hissələrinə də 15 sm yer vermişəm. Siyirtməlidir. Gördüyünüz kimi belə qapısı, şəftəsi, zamok yerisi. İstəsən bağla getkinə. Dəyən olmasın. Belə açılır. Səliqəli qapısı var. Buradan bilənlər bilir, xoruz başını çıxardıb çöldə yem qabı, su qabı olur. Buradan yeyir, içir. İçəridə də bu setkalı bərk. 12-1 milli qalınlığında olur setkana. Belə bir xudmani xoruzun qəfəsi, yuvası, evi. Bu da siyirtməsi. Devam edək, rahatlıqla çıxarılır, taxılır. Bağlanılır. Burada əngəli var, içəri getməsin deyənə. Bu bərk bağlandı. Yenə zamok yeri. Ayaq məsafəlidir. Gördüyünüz kimi görürsünüz. Yerdən məsafəlidir. Hava işləsin. Kimsə istəyərsə, əgər bu ayaqlıq maneçə eləyərsə, buradan mişarlayıb götürə bilər. Əgər artıqlıq eləyərsə. Yoxsa belə hava işləməyi üçün rahatlıqdır. Belə bir Herati xoruzu üçün yuva. Sizlər də sifarişlərinizi edə bilərsiniz. Hər ölçüdə, hər formada, hər bir materialdan müştərinin istəyinə uyğun yığıla bilir. Çatdırma var. Yetər ki, siz bəyənin, paylaşın dostlarınızla. Nə deyim, bu qədər. Təşəkkürlər.